Alo, salam, axşamınız xeyir. Axşamınız xeyir. Bağışlayın, narahat elədim. Bəli, buyurun. Sizi YouTube kanalı Savroz Media gündəminin təsisçi baş redaktoru, video bloger Beyaz Hüseynov da narahat edən. Bəli, buyurun. Deməli, mənə Qaratəpə kənd icra nümayəndəliyin sədri İlham Həsənov cənabları orada keçiriləcək şəhidlərimizin əziz xatirəsinə futbol yarışının çəkib və işıqlandırmaq üçün dəvət etmişdi və aldığım məlumatlara əsasən siz o futbol oyununa, yarışına maddi və mənəvi dəstək duranlardan birisiniz. Və sizi tanımaq istəyirəm. Zəhmət olmasa özünüzü təqdim edin və nəzərinizə də çatdırıram ki, sizinlə olan telefon danışığım, əgər arzunuz olsa, icazəniz olsa, ictimaiyyətə yaxşı mənada aşılamaq üçün bunu paylaşmağa icazə verərsinizmi? Bəli, sözsüz ki, yəni bəli, paylaşa bilərsiniz. Əvvəla sizə təşəkkür bildirirəm ki, yəni bu məsələ ilə bağlı yaxından maraqlanmısınız və məlumat almaq istəyirsiniz. Mən Bəyimxanım Hüseynova, Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi Coğrafiya İnstitutu Publik Hüquqi şəxsin əməkdaşıyam, yəni orada çalışıram. Belə deyək ki, bu yarış barədə mən açığı qısa bir məlumat almışdım, daha doğrusu məlumat mənə çatmışdı və İlham müəllimlə özüm şəxsən əlaqə saxladım və hansısa maddi və mənəvi dəstəklə bağlı belə deyək, kömək etmək üçün ondan icazə aldım, eyni zamanda onun dəstəyini aldım ki, yəni belə bir tədbirdə təbii ki, mənim də payımın olması qürur verici haldır. Ona görə ki, yəni bu şəhidlərin əziz xatirəsinə həsr olunub. Xüsusilə də bizim bilirsiniz 94-cü illərdə 1-ci Qarabağ müharibəsində itkin düşən şəhidlərimizə əziz xatirəsinə həsr olunmuşdu. Ona görə mən də yəni orada bir az da olsa rolumun olmasına belə deyək də çox məmnun olardım. Çünki bir Azərbaycan vətəndaşı olaraq bu mənim üçün qürur verici hissdir. Bu bizim həm şəhidlərin əziz xatirəsi üçün önəmlidir, həm xalqın milli şuurunun qorunması, milli mənəvi dəyərlərin daha da inkişaf etdirilməsi, belə deyək də birliyin, güclüyün nişanəsi olaraq çox vacib bir addımdır. Yəni bu baxımdan mən həm təşkilatçılara öz təşəkkürümü bildirirəm. Ümid edirəm ki, yəni bu şəkildə tədbirlər çox tez-tez təşkil olunacaq və burada təbii ki, mən də hər zaman aktiv şəkildə iştirak etmək istəyirəm. Eləcə də digər mənim kimi, yəni gənclərə də bu kimi proseslərdə aktiv iştirak olmasını təsdiqləyirəm. Təşkilatçılara da hər kəsə də öz təşəkkürümü bildirirəm. Sizə də öz təşəkkürümü bildirirəm ki, yəni zəng elədiniz, maraqlandınız. Bu şəkildə yəni. Çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Mən də bir Savrovadlı olaraq, sizə bir Savrovadlı gənc elm adamı olaraq sizə bir təşəkkür edirəm ki, ictimai fəal olaraq təşəkkür edirəm ki, həqiqətən siz Savrovad və Savrovadlılar adına, ölkə adına çox qürur verici, stimul verici addım atdınız. Öz adımdan və izləyicilərim adından sizə dərin təşəkkür edirəm. Sağ olun, var olun. Gecəniz xeyrə, Allah'a əmanət. Xeyrə qarşı çox sağ olun. Təşəkkür edirəm. Sağ olun.